Deməli uşaqlar, burada sizin üçün vacib qeydlər hazırlamışam. Mən sizinlə bu günlərim sinonimlər haqqında danışacağam. Testlərimizdə qarşımıza çıxan ən vacib qeydlərə toxunacağam, hansı ki onlar bizə lazımdır. Sinonimlər maraqlı mövzudur. Sinonimlərdə mütləq sinonimlər var və nisbi sinonimlər var. Bunu deməli nümunələrin sonunda sizə izah edəcəm. Gəlin birinci baxaq sinonimlər nədir? Sinonimlər deyilişi və yazılışı müxtəlif olub, eyni məna verən sözlərə deyilir. Vacib qeydimiz uşaqlar burada var. Testlərdə qarşımıza çıxır. Sinonimlərin kökləri eyni olmalıdırmı? Xeyr, eyni köklü sözlər sinonim ola bilməz. Bu vacib qeydimizi diqqətimizdə saxlayaq. Yaxşı, bəs müəllimə, necədir ki, buna nümunə çəkə bilərsiniz? Bəli, gəlin burada nümunə çəkim. Uşaqlar, məsələn, yağmur, yağışlı sözlərinə baxın, kökləri eynidir. Biz bunu sinonim söz kimi götürə bilmərik. Sonra sevinç, sevincli sözlərinə baxın. Hər ikisinin kökü sevincdir. Ona görə də biz bu sözü sinonim kimi götürə bilmərik. Yağmur sözündə yağ, yağışlı sözündə yağ. Kökləri eyni olduğu üçün bu sözlər sinonim sözlər kimi qəbul edilmir. Sinonimlər mütləq eyni nitq hissəsi olmalıdır. Eyni nitq hissəsi ilə kökləri eyni, anlayışı bir deyil. Yəni, eyni nitq hissəsi olmalıdır nə deməkdir? Məsələn, göyçək, necə göyçək? Bunu necə sualı cavab verdiyimiz üçün bu söz sifət sayıldı. Yəni, nitq hissəsi olaraq sifət sayıldı. Göyçək sözünə yaxın mənalı söz seçirəm gözəl. Gözəl qız, necə qız, gözəl qız. Biz bu sözə də necə sualı verdik və nitq hissəsi olaraq sifət sayıldı. Göyçək qız, gözəl qız. Hər ikisinə necə sualı veririk və hər ikisi sifət sayıldı. Əgər sözlərimizə eyni sualı verib eyni nitq hissəsi olduğunu müəyyən ediriksə, bəli, onu biz sinonim götürə bilərik. Amma biri feil, biri sifətdirsə və yaxud biri isim, biri feildirsə, əsla biz onu sinonim kimi qəbul etmirik. Təkrar edirəm, sinonimlər eyni nitq hissəsi olmalıdır. Ya hər ikisi isim olmalıdır, ya hər ikisi sifət olmalıdır, ya hər ikisi feil olmalıdır. Biraz əvvəl dediyim kökləri eyni anlayışı o başqa bir şeydir. Yəni, eyni sözlə başlayan, kökü eyni olan sözü biz sinonim qəbul edə bilmirik. Gəlin indi sinonimlərimizə, nümunələrə baxaq. Məsələn, igid sözünə sinonim yaxın mənalı söz seçək. İgid, cəsur, qorxmaz, qəhrəman. Burada var. Sonra bu sinonim sözdür. Hündür, uca boylu, yüksək. Bu da sinonim sözdür.